101-ci suala davam edirik uşaqlar. Hasil funksiya verilibdir. Deməli, bu bir funksiyadır, bu da bir. Hasil funksiyanın teoreməsini alanda birinci funksiyanın teorəməsi vur. İkinci funksiya. Sonra yazmalıyıq üstəgəl ikinci funksiyanın teorəməsi vurulsun birinci funksiya. Bərabərdir. X kvadratın teorəməsi 2x olacaq. Qalanın olduğu kimi yazırıq. Kök altında x funksiyanın teorəməsi 1/2 kök altında x idi. Burada da 1/2 kök altında bu ifadəni dəyişə bilmərik. Sadəcə olaraq içəridə x yox, fərqli bir ifadə olduğu üçün bu ifadənin teorəməsinə yenidən vuracaqsınız. Vur x kvadratı. Davamın olduğu kimi yazıram bu hissəsini. Buranda olduğu kimi köçürdüb. Vur 3x çıx 8-dən teorəmə almalıyam. 3x'in teorəməsi 3'dür. Çünki x'in teorəməsi 1'dir. 8'in teorəməsi 0'dır, yazılmaz. Vur x kvadratı. Bizə deyir teorəmədə x'in yerinə 3 yazaraq həll et. 2 vur 3. Kök altında x'in yerinə 3 yazanda 3'ü 3'ə vurub 8 çıxsam 1. 1 bölünsün 2 kök altında 3'ü 3'ə vurub 8 çıxsam 1. Vurulsun 3 vur x'in yerinə 3 yazanda 9 bərabərdir. 6 üstəgəl 1 bölünsün 2 vur 27. Yəni 6 üstəgəl 13,5 yekun cavabımız 19,5 olacaq. 102-ci sualla davam edirik uşaqlar. Yenə hasilin teorəməsi kimi ala bilərsiniz və yaxud vurub açıb sadələşdirərək həll edə bilərsiniz. Fərq etməz. Hasilin teorəməsi kimi alacağım. Deməli, birincinin teorəməsi vur ikinci funksiya. Üstəgəl ikinci funksiyanın teorəməsi vurulsun birinci funksiya. X çıx 2'nin teorəməsi. X'in teorəməsi 1'dir. 2'nin teorəməsi 0. 1'dən 0 çıxanda 1. X üstəgəl 3'ün teorəməsinə baxsaq, x'in teorəməsi 1, 3'ün teorəməsi 0'dır, yazmazlar. X çıxılsın 2. Açsam x üstəgəl 3, üstəgəl x çıx 2, yekunda alaram 2x üstəgəl 1. Funksiyanın teorəməsini tap deyir. 2 vurulsun, 2'dəki qiymətini soruşur. Teorəmənin x2 olanda qiyməti. 2 vur 2 üstəgəl 1, cavab 5. 103'ə davam edirik. A-nın hansı qiymətində funksiya üçün teorəmədə x'in yerinə 1 yazanda cavab 14 alınır. Teorəməni alaq. 3 vur x kvadratının teorəməsi 2x. Orada 2a kvadratı ədəddir uşaqlar. Dəyişənləriniz olan yerlər x kvadratı və x-dir. Onlardan teorəm alacaqsınız. Ədədlərlə işiniz yoxdur. X'in teorəməsi 1'dir, 5'in teorəməsi 0. Funksiyanın teorəməsini aldıq. İndi bizə deyir funksiyanın teorəməsinin x1 onda qiymətini 14'ə bərabər elə. X'in yerinə 1 yazanda 6 üstəgəl 2a kvadratı üstəgəl 5 bərabərdir 14. Buradan alıram 2a kvadratı. Hər şey düz yazdım mı? A 5 yazmışam. Ədədin teorəməsinə 5 yazmışam uşaqlar. Ədədin teorəməsi 0'dır. 5 sabit bir ədəddir. 5'in teorəməsi 0'dır. Onda 2a kvadratı bərabərdir 8 olur. A kvadratı bərabərdir 4. A2 də ola bilər. Mənfi 2-dən müsbəti soruşur. Uşaqlar C-nin teorəməsi 0'dır. C sabit. O 104 ilə davam edirik. Deyir funksiyanın teorəməsində x'in yerinə 1 qoy hesabla. Ln x'in teorəməsi nə idi? 1/x düzdürmü? İndi burada ln x yox, belə bir ifadə var. Onda 1 bölünsün həmin ifadəni kopyalayırıq. Bir də vurmalısınız həmin ifadənin teorəməsinə. Üstəgəl x bölünsün 3 əslində 3'də 1 x deməkdir. 3'də 1 vur, x'in teorəməsi 1 olduğundan yazıram 1. Bu teorəmə. F teorəmə x. Bunu biraz da sadələşdirə bilirik. Bərabərdir. Birinci hissəni olduğu kimi yazıram. Mötərizənin içindən teorəmə alanda x kubunun teorəməsi 3x kvadratı, 2x'in teorəməsi 2. Üstəgəl 3'də 1. Deyir teorəmədə x'in yerinə 1 yaz. X'in yerinə 1 yazanda
3 vur 1 üstecel 2 üstecel 3'te 1. Yani 3'te 1 vurulsun 5 üstecel 3'te 1. 3'te 6 edecek. 3'te 6'nın da cevabı olacak 2. Keçirik 105'e. Y üstü x funksiyasının törəməsi elə özü idi. İndi bizdə y üstü 2x kvadratı üstəcəl 3x'in törəməsindən söhbət gedir. Deməli, birinci özünü yazırıq. Çünki cədvələ görə özünə bərabərdir. Amma burada x yox, fərqli bir ifadə olduğu üçün həmin ifadənin törəməsinə vurmalıyam. Mürəkkəb funksiyadır axı. 2 vurulsun x kvadratının törəməsi 2x, 3 vurulsun x'in törəməsi 1 və salam törəməni aldıq. Deyir, törəmədə x'in yerinə 0 yaz hesabla. Bütün x'lərin yerinə 0 yazsam, 2'ni 0'a vursam 0, üstünə 3'ü 0'a vursam 0. Vurulsun, bu eləyir 4 vur 0, yəni 0 üstəcəl 3. Uşaqlar, y üstü 0, y üstü 0'ın cavabı 1'dir. 0'ın üstünə 3 gələndə 3, yekun cavabımız olur 3. 106'ya baxırıq. F x bərabərdir 5 y üstü x çıx 1 üstəcəl x üstü 7. Törəmə al deyir, cəmin törəməsi törəmələr cəminə bərabərdir. 5 uşaqlar əmsaldır, 5'i saxlayırıq, yanındakı funksiyadan törəmə alırıq. Y funksiyası olduğu üçün y üstü x'in törəməsi özünə bərabərdir, burada özünə bərabər olacaq. Bir də x çıx 1'in törəməsinə vurulmalıdır. 7 qarşıya keçib qüvvət bir vahid azalacaq. Uşaqlar, x çıxılsın 1'in törəməsi elə 1'dir. Çünki x'in törəməsi 1'dir, 1'in törəməsi 0, 1'dən 0 çıxanda 1 qalır. Və bizə deyir, törəmənin cavabın x 1 olanda hesabla. Baxın, x 1 olanda deyib hesablayın. Y üstü 5 vurulsun y üstü, onda x'in yerinə 1 qoyunda 0, 7 vurulsun 1 üstü 6. Y üstü 0 1 deməkdir. 1'i 6 dəfə öz-özünə vuranda 1, yekun cavabımız olur 12. Keçik növbəti suala. 107. Fx funksiyasının törəməsini tap deyir. Bir dəfə yazanda törəmiz işarəsini bəsdir. Bu da cəm funksiya olduğu üçün ayrı-ayrı törəmələr cəmi yazılmalıdır. 3 ədəddir, əmsaldır, qarşıda olduğu kimi yazılar. Y üstü x çıxılsın 1'in törəməsi, elə y üstü x çıx 1. Bir də vurmalıyam bu y üstü x çıx 1'də yazılan qüvvətin törəməsinə. Vurulsun x çıx 1'in törəməsi. Üstəcəl x üstü 5'in törəməsi 5 qarşıya keçir, qüvvət bir vahid keçilir. X çıx 1'in törəməsinə baxsaq, x'in törəməsi 1, 1'in törəməsi 0. Deməli 1 eləyir nəticə. Törəmənin 1'dəki qiymətini hesabla demişdi. 3, y üstü 1'dən 1 çıxanda 0, üstəcəl 5, x'in yerinə 1 yazırsınız, üstü 4. Y üstü 0'ın cavabı 1'ə bərabərdir. 1'i 4 dəfə öz-özünə vuranda yenə 1 edir. Yekun cavab 8. 108'ə baxırıq. Kök altında x funksiyasının törəməsi nəyə bərabər idi? 1 bölünsün 2 kök altında x'ə. İndi 4 orada əmsaldır. Olduğu kimi yazıram. Kök altı funksiyadan törəmə alacağım. Yazmalıyam 1 bölünsün 2 kök altında hər nə verilibsə onu. Bir də həmin ifadənin törəməsinə təzədən vurmalıyam. Üstəcəl 5x'in törəməsi, x'in törəməsi 1'dir, 5 vur 1. Burada 3x üstəcəl 1'in törəməsinə vurulmalıdır. 4 ilə 2 ixtisar gedir, qalır 2 bölünsün kök altında 3x üstəcəl 1. Vurulsun 3x üstəcəl 1'in törəməsi, x'in törəməsinin yerinə 1 yazanda 3 edir. 1'in törəməsi 0'dır, yazmazlar. Və bizə deyir ki, törəmənin x5 olundakı cavabını tap. 2 bölünsün kök altında x'in yerinə 5 qoyub 3'ə vurub üstünə 1 gələndə 16, vurulsun 3 üstəcəl 5. Yəni 4'də 2 vurulsun 3 üstəcəl 5.
Bu 1,5 üstünə də 5 gələndə yekun cavab 6,5. 109-a baxırıq. Deməli uşaqlar, bu funksiya kəsir funksiya olduğu üçün kəsir funksiyanın törəməsi ilə gedəcəm. Kəsir funksiyanın törəməsi nə idi? Sürəti vururdu, sürətin törəməsini vururduq məxrəcə. Çıxılsın, məxrəcdəki ifadənin törəməsini vururduq sürətə və bölürdü məxrəcdəki ifadənin kvadratını. Bərabərdir. Y üstü x-in törəməsi ilə y üstü x. 1-in törəməsi 0-dır, yazmıram. Çıxılsın. 1-in törəməsi burada 0. İstəyirsiniz yazın, istəmirsiniz yox. 0-ı yazıb çıxılsın y üstü x-in törəməsi y üstü x-də yaza bilərsiniz və yaxud 0-ı yazmadan mənfi y üstü x-də yaza bilərsiniz. Vur y üstü x üstəgəl 1. Bölünsün. 1 çıx y üstü x-in kvadratı. Sadələşdirib də yerinə yaza bilərsiniz elin içini, sadələşdirmədən də. Bütün y üstü x-lərin yerində x-in yerinə elin 2 yaz deyir. 1 çıxılsın y üstü elin 2. Çıx, mötərizədəki 0 yazmıram. Mənfi y üstü x, o qarşıdakı mənfi ilə müsbət olur. Y üstü x yazmayıb, yerinə elin 2 yazırıq. Y üstü elin 2 üstəgəl 1 məxrəc. 1 çıxılsın y üstü elin 2 mötərizədə kvadratı. Uşaqlar, y üstü elin 2-nin cavabına baxırıq. Y üstü elin loqaritma y əsasından deməkdir. Elin 2 y əsasından 2 deməkdir. Və biz də bilirdik ki, bunlar bir-birini aparır, cavab qalır 2. Yəni, harada y üstü elin 2 görürsünüz, yerinə 2 yazacaqsınız. 1 çıx 2 üstəgəl 2 vur 2 üstəgəl 1. Keçdik aşağıya 1 çıx 2-nin kvadratı. Deməli, mötərizənin içərisi mənfi 1, 2-yə vurdun mənfi 2. Mötərizənin içərisi 3, 2-yə vurdun 6. Məxrəc mənfi 1, kvadratı 1. Yekun cavabı isə 4. Belə, keçək 110-cu sual. 110-da da 109-da yazdığımız kimi kəsrin törəməsini necə alırdıq? Surətin törəməsini vururuq məxrəcə. Çıxılsın, məxrəcin törəməsi vurulsun surət. Böl, məxrəcdəki ifadənin kvadratı. Başlayırıq törəmə almağa. Cəmin törəməsidir birinci hissədə. Cəmin törəməsi törəmələr cəmidir. Y üstü x-in törəməsi y üstü x. 2-nin törəməsi 0-dır, yazmıram. Vurulsun 2 çıx y üstü x. Çıx. Burada da fərqin törəməsidir. Uşaqlar, törəm işarəsini yazmamışam burada. Deməli, məxrəcin törəməsi vur surət yazmışıq da burada. 2-nin törəməsi 0-dır. 0 çıxılsın. 0 çıx mənfini bildirir deyə 0-ı bir də yazmıram. Y üstü x-in törəməsi elə y üstü x. Y üstü x üstəgəl 2 bölünsün. 2 çıx y üstü x-in kvadratı. Bərabərdir. Uşaqlar, bizə deyir ki, törəmədə x-in yerinə elin 3 yaz. Harada x görürüksə yerinə elin 3 yazacağıq. Y üstü elin 3 vurulsun 2 çıx y üstü elin 3. Bu çıx mənfi üstəgəli bildirir. Y üstü elin 3 vur. Y üstü elin 3 üstəgəl 2. Bölünsün. 2 çıx y üstü x-in kvadratı. Bərabərdir. Y üstü elin 3. Y üstündə elin 3 loqaritma y əsasından 3 deməkdir. Bunu bildirir. Biz bilirik ki, bunlar bir-birini aparır. Cavab qalır 3. Harada y üstü elin 3 görürük. Yerinə yazacağım 3.
Aşağıda da uşaqlar x-in yerinə ln 3 yazaq. Burada yazmamışam. ln 3. Deməli bunun da cavabı 3 olacaq. Hamısının yerində 3 yazıram. 3 vur 2 çıx 3 üstə gəl 3 vur 3 üstə gəl 2 bölünsün 2 çıx 3-ün kvadratı. Bərabərdir. 3-ü mənfi 1-ə vuranda mənfi 3. Üstə gəl 3-ü 5-ə vuranda 15. Bölünsün mənfi 1-in kvadratı 1. Yekun cavabımız 12 olacaq. Keçik 111-ci suala. Deyir ki, 111-də A-nın hansı ən kiçik qiymətində funksiyanın törəməsinin qrafiki OX oxundan yuxarıda yerləşir. Uşaqlar, OX oxundan yuxarıda yerləşmək həmin ifadənin cavabının müsbət olduğunu bildirir. OX oxundan aşağıda yerləşmək isə ifadənin cavabının mənfi olduğunu bildirir. İndi bizə əslində demək istəyir ki, bu funksiyanın törəməsi OX-dən yuxarıda yerləşir, yəni müsbət bir ədəddir. Funksiyanın törəməsini alıb böyükdür 0 yazıb həll eləyəcəm. Böyükdür 0-dan. Deməli, bunun törəməsinə baxırıq. Uşaqlar, 3A burada əmsaldır. Əmsalı saxlayıb yanındakından törəm alıram. 1/5 əmsaldır, saxlayıb yanındakından 12 əmsaldır, saxlayıb yanındakından törəm alacağım. ln x-in törəməsi 1/x-dir. 1/5-i saxla, x kvadratının törəməsi 2x, çıx 12 böyükdür 0-dan. Deməli, uşaqlar, x ln-in içərisində yazıldığı üçün x-lərimiz həmişə müsbət ədədlərdir. X-in müsbət ədəd olduğunu bilərək mən bunun hər tərəfin bərabərsliyin hər tərəfin x-ə vura bilərəm. Ki, bu kəsirdən azad olsun. Baxın, bu 3x-də x-ə vuranda 3x kvadratı çıx 12x böyükdür 0-dan. Ardıcıl yazacağım. Birinci x kvadratı olan ifadəni, sonra x olan ifadəni, sonra sərbəst həddi yazmalıyam. Və hamısı 3-ə bölünən ədədlərdir. Diskriminant nə olmalıdır? İndi burada təzədən yeni bir qayda, bir paraboladır. Bu parabola yenə 0-dan böyükdür. Qollar da yuxarıdır. Parabola 0-dan böyükdürsə və qollar da yuxarıdaydı məsələ. Deməli, bu absis oxunu kəsmir ya da toxunmur. Heç bir ortaq nöqtəsi yoxdur. Belə çıxır ki, bunun sıfırı yoxdur. Tənlik kimi baxsanız kökü yoxdur. Əgər bu parabola aşağıdan keçsəydi, 2 yerdə kəsmiş olardı, 2 kökü olardı. Toxunsaydı bir kökü olardı. Toxunmur ya da kəsmir, havadan keçir belə. Onda bu o demək ki, x oxu ilə heç bir ortaq nöqtəsi olmadığı üçün diskriminantı mənfidir, yəni kökü yoxdur. Diskriminantın düsturu b kvadrat çıx 4ac-yə görə 4-ün kvadratı 16, çıx 4 vur 1 vur, c-nin yerində a dayanıb. Bu olmalıdır 0-dan kiçik. Mənfi 4a kiçik olmalıdır mənfi 16-dan. Və hər tərəfi mənfi 4-ə böldüyün üçün bərabərslik işarəsi dəyişir. A 4-dən böyük ədədlərdir. Onda A-nın ən kiçik qiyməti 5 olacaq. Deməli, cavab 5. 112-yə baxırıq. A-nın hansı qiymətində funksiyanın törəməsi x-in yerinə pi böl 8 yazanda cavab kökdə 2-dir. Birinci funksiyanın törəməsinə baxırıq. A vurulsun sinus kvadratı x-in törəməsi. A əmsaldır. A-nı saxlayıb sinus kvadratından törəm almalıyam. Dərəcə gördünüzsə o dərəcə törəm alan zaman qarşıya keçir, üst bir vahid azalır. Bir də bizdə sinus x-dir də kvadratı sinus x-in kvadratıdır. Ona görə sinus x mürəkkəbliyi bildirir burada. Bundan təzədən törəm almalısınız. Sinus x-in törəməsi kosinus x-dir. 2 sinus x kosinus x isə sinus 2x-in açılışıdır. Sinus 2 alfanın düsturunu xatırlayanlar biləcək. Törəmədə x-in yerinə pi böl 8 qoyanda deyir cavab kökdə 2 olsun. A vurulsun sinus 2-ni pi böl 8-ə vuranda pi böl 4 bərabərdir. Cavab deyir kökdə 2 olsun. Sinus pi böl 4-də, yəni 45 dərəcədə kök 2 böl 2 alır. Və buradan da kökdə 2-ləri ixtisar etsək, A-nı 2-yə böləndə əgər cavab 1 düşürsə, deməli A-mız 2-dir.
Uşaqlar 113-cü sual yeni sualdır. Deməli necə yazacağıq? Birinci f(x)in özünü sadə formada göstərir. Mənfi. Baxın 1'i yazmıram. X-ə bölmək x üstü mənfi 1'ə vurmaq deməkdir. Yəni həmin məxrəcdəki x sürətə qalxanda qüvvəti mənfi 1 olacaq. Çıxılsın 2'də 1 vur x üstü x kvadratlı sürətdə yazılanda o x üstü mənfi 2 kimi olur. 3'də 1 x üstü mənfi 3 və sair getdi axıra 9'da 1 vur x üstü mənfi 9. İndi bundan teorema alırıq. Teorema alanda əmsalı saxlamalısınız. Baxın mənfi qalır yerində. X üstü mənfi 1'dən teorema alırıq. Onda qüvvət keçir qarşıya və x'in qüvvəti bir vahid kiçilir. Kiçiləndə mənfi 1'dən 1 çıxanda olur mənfi 2. Çıxılsın, burada 2'də 1 əmsaldır. Siz x'in kvadratından, x üstü mənfi 2'dən daha doğrusu teorem almalısınız. Mənfi 2 keçdi qarşıya, x üstü, üst bir vahid azalıb mənfi 3 oldu. 3'də 1'i olduğu kimi yazıram. X üstü mənfi 3'dən teorema alanda mənfi 3 keçir qarşıya, x'in qüvvətin bir vahid kiçildirsiniz. Çıxılsın. 9'da 1'i saxlayırsınız. Mənfi 9'da 1. Gəlin bu yazını biraz kiçildim ki, mən hamısını bir sətirdə yaza bilim. Deməli, mənfi 9'da 1'i olduğu kimi saxlayırsınız. X üstü mənfi 9'dan teorema alanda mənfi 9 keçir qarşıya. Üst bir vahid azalır. Bərabərdir. Mənfini mənfiyə vuranda müsbət olur x üstü mənfi 2. X üstü mənfi 2. X üstü mənfi 2. Sonra çıxılsın bunlar ixtisar gedir. Üstə gəl x üstü mənfi 3. 3 mənfi 3 ixtisar gedir. Müsbət x üstü mənfi 4. Sonra ən axırda da yenə də müsbət işarəsi 9'lar ixtisar gedir. Burada mənfi 9 idi də. Olacaq x üstü mənfi 10. X'in cavabı 2'də 1'dir. X'in yerinə 2'də 1 yazıram. Teoremədə 2'də 1'in üstü mənfi 2. 2'də 1'in üstü mənfi 3. 2'də 1'in üstü mənfi 4 və s. uşaqlar. Artıq məncə siz bunun nə olduğunu bildiniz. O 2'də 1'i mən 2'nin qüvvəti kimi yazsam artıq o müsbət qüvvət olacaq. 2'nin kubu 2 üstü 4 və s. getdim 2 üstü 10'a qədər. Və artıq baxanda görürsünüz ki, həndəsi silsilədir. Həndəsi silsilənin 2'dən başlayır 10'a qədər davam eləyirsə 1 yoxdur da, 2 üstü 1 yoxdur. 2 də var, 10 da var. Deməli burada 9 dənə hədd var. 9 hədd. Həndəsi silsilədə n həddin cəmi düsturundan istifadə eləyəcəyik. B1 vurulsun 2 üstü n çıxılsın 1, bölünsün 2 çıx 1. Bəli, 9 dənə hədd var. 2'in kvadratı, 2'in kubu, 2 üstü 4 belə bir saysanız. B1 birinci həddimiz 2'nin kvadratıdır. Vurulsun 2. Bunu 2'yə vuraraq gedir deyə bu həndəsi silsilə. Deməli orada silsilə vurulunuz 2'dir. Qüvvət 9 çıxılsın 1. Bölünsün məxrəcdə 2 çıx 1 yazıbdır. 2 çıx 1. 2'nin kvadratı 4. 2 üstü 9 512. Bir də çıxanda 511. Məxrəcdə 1 edir. 4'ə vuranda 4, 4, 2, 0. Deməli, əgər düz hesabladıqsa cavabımız 2044 olacaq. Çox fərqli sualdır, maraqlı sualdır. Keçirik 114-cü sualı, bu da yenidir. Köhnə topluda yoxdur. Yeni. Uşaqlar, f teoremə x vurulsun gx üstə gəl, yəni birincinin teoreməsi vur ikinci, üstə gəl birinci vur ikincinin teoreməsi. Bu nəyin açılışıdır? Bu əslində fx vurulsun gx'in hasilin teoreməsidir. Düzdürmü? Birincinin teoreməsi vur ikinci, üstə gəl ikincinin teoreməsi vur birinci. fx'e deyir tangens x, gx'e deyib kotangens x. Deyir bu hasili yaz, sonra hasildən teorem al. Bunlar qarşılıqlı tərs ədədləri idi. Hasili 1'i verirdi. Bir də sabitdir. Sabitin teoreməsi bizə verəcək 0'a. Keçirik 115'e. Funksiya təhdir, cüddür, təyin oblastı soruşulur və funksiyalardan teoremələr də almaq lazımdır. 1, 2, 3. Deməli uşaqlar.
Birinci A-ya baxaq da, təyin oblastı deyir 90 dərəcə ola bilməz. Bu hansına gedir? Tangens x-ə. A variantı 3-ə uyğundur. 3A variantı. Çünki tangensin açılışı tangens. Sinus bölünsün kosinus idi. Və biz demişdik ki, məxrəc 0 ola bilməz. Kosinus da harda 0 olurdu? 90 üstə gəl 180-in misilləri. Deməli, x bunları ala bilməz. A variantı getdi 3-ə. Funksiya cütdür. Trigonometrik funksiyalardan biz bilirdik ki, yalnızca kosinus funksiyası cüt. Funksiyada bunu qrafiklərdə də göstərmişik. Funksiyanın teoreməsini tapmalıyıq. Uşaqlar, sinusun teoreməsinə baxaq. 1, 2, 3 yazaq da. Birincinin teoreməsi. Sinus x-in teoreməsi kosinus x-dir. İkinciyə baxaq. Kosinus x-in teoreməsi. Mənfi sinus x-dir. Tangens x-in teoreməsi 1 böl kosinus kvadratı x-dir. İndi C-də deyir ki, teoremədə x-in yerinə pi böl 3 qoy. Pi böl 3 60 dərəcədir. Teoremədə x-in yerinə 60 qoyunda cavab 2-də 1 etsin. Baxın, görüm hansı funksiya? Təbii ki, kosinus funksiyasıdır. 1. 1-ə uyğundur. Kosinus da x-in yerinə 60 dərəcə qoyanda pi böl 3 yazmıram. Mən 60 dərəcə yazıram. Cavab 2-də 1 edir. Deməli, yazdığım C variantı nəyə aiddir? 1-ə aiddir. Sonra funksiyada 2 pi bölünsün 3 yazanda 2-də 1 edir. 2 pi bölünsün 3 funksiyanın özündə yazması, teoreməsində yox. Pi 180-dir, 3-ə böləndə 60, 2-yə vuranda 120. Bu 2-yə gedəcək uşaqlar. Gəlin 2-yə baxaq. Kosinus 120 dərəcəni hesablayaq. Funksiyanın özündə yazmalısınız. 120-ni biz çevirmə düsturuna görə 90 üstə gəl 30 kimi yazırdıq. 90-ı atanda ad dəyişirdi, çünki 90-ın tək mislidir. Ad dəyişib kosinus olurdu sinus 30. Sadəcə olaraq bu ikinci rübə düşdüyü üçün 90 üstə gəl 30. İkinci rübdə kosinus mənfi olduğundan mənfini qarşıya verirsiniz. Sinus 30-da 2-də 1 alır, qarşısında da mənfi. Yəni D variantı uyğundur 2-yə. Funksiyanın teoreməsində 7 pi böl 6 yazanda mənfi kökdə 3 böl 2 edir. Y variantına baxaq. Uşaqlar, 7 pi bölünsün 6-nı hesablayaq. Pi 180-də 6-ya böldün 30, 7-yə vurdun 210. İndi bizə deyir ki, 210 dərəcədə mənfi cavab alsın. 210 dərəcə 3-cü rübün bucağıdır. 3-cü rübdə mənfi qiymət. Bax, bu 3-cü rüb 180-dən 270 arasıdır. 3-cü rübdə mənfi qiymət alan ya sinusda ya kosinus. Deməli, tangensə yoxlamayacağıq bunu. Gəlin yoxlayaq hansında? Teorəməsi olmalıdır. Elə 1-ə baxaq da, 1-dən başlayıb gedək, alınmasa 2-yə baxaq. Sinusun teorəməsi nə aldı uşaqlar? Birincidə kosinus x. Deməli, biz kosinus da yerinə qoymalıyıq. Kosinus 210 hesablamalıyım. 210-un yerinə 180 üstə gəl 30 yaza bilərik. 180 atanda 90-ın cüt misli olduğu üçün ad dəyişməz. Amma bu bucaq 3-cü rübün bucağı olduğu üçün 3-cü rübdə kosinus mənfidir. Qarşıya mənfi keçəcək. Kosinus kökdə 3 bölünsün 2 alır. Qarşısında da bir dənə mənfi var. Deməli, Y variantı elə uyğundur 1-ə. Teoremədə yazırdıq uşaqlar. Belə. Hamısının teoreməsini tapmalıyıq. Birincinin teoreməsini tapaq. Bu rahat uyğunlaşdırma oldu. Deməli, birincidə teoremə. X üstü 5-in teoreməsini alanda 5 qarşıya keçirdi, qüvvət 1 vahid kiçilirdi. İkincidə teoremə. Sinus 5x-in teoreməsini alırsınız. Sinusun teorəməsi cədvələ görə kosinusdur. Bucağı dəyişə bilmərsiniz. Bir də o bucaq x-dən fərqli bir ədəd olanda ondan həmişə yenidən teoremə almalısınız. 5x-in teorəməsi 5-dir. Çünki x-in teorəməsi 1-dir. Biri 5-ə vuranda 5 edir. O 5-i əmsalda yazıb sonra kosinus 5x-i yazarlar. Üçüncüyə baxıram, y üstü x kvadratından teorem alanda. Y üstü x-in teorəməsi y üstü x idi. Yəni ilk öncə özünə bərabərdir yazmalıyam. Amma burada x deyil da, x kvadratıdır. Ona görə onun teorəməsinə vurmalıyam. Y üstü x kvadratı vur, x kvadratın teorəməsi 2x.
Baxırıq görək hansılar hansına uyğun gəlir. 5x üstü 4 A variantı 1-ə, 5 kosinus 5x B variantı 2-yə, bu D variantı da 3-ə, sadəcə vuruqların yeri dəyişikdir. Keçək 117-yə. Yenə teoremələrini almalıyam. Birinciyə baxırıq. F funksiyasının teoreməsinə baxaq. 2 üstü x. A üstü x-in teoreməsi A üstü x vurulsun ln A idi. Bunun da teoreməsi 2 üstü x vurulsun ln 2 olacaq. İkinci, qoyursunuz teoremə cədvəlini qarşınıza, baxa-baxa yazırsınız. Kosinusun teoreməsi mənfi sinusdur. Bucağı dəyişə bilmərik. Amma bucaqda x deyil, fərqli bir ifadə varsa, onun teoreməsinə təzədən vurulmalıdır. 2x-in teoreməsi 2-dir, çünki x-in teoreməsi 1-dir, 2-yə vurursunuz, 2 olur. O 2-ni qarşıya əmsal kimi atırsınız. Üçüncüyə baxırıq, 2x üstəgəl 1-in kubundan teorema almalısınız. Qüvvət qarşıya keçir, sonra bir vahid kiçilir, 2x üstəgəl 1-in qüvvəti. Və bir də nə etməlisiniz? 2x üstəgəl 1-in teoreməsinə vurmalısınız. Deməli, bərabərdir. 3 vurulsun 2x üstəgəl 1-in kvadratı vurulsun. Bu içəriyin teoreməsinə baxaq. 2x-in teoreməsi 2-dir, 1-in teoreməsi 0. 2-ni də qarşıya vuranda 6 vurulsun 2x üstəgəl 1-in kvadratı. Deməli, uyğunlaşacaq da o zaman 2 üstü x ln 2, deməli, B variantı getdi 1-ə. Sonra mənfi 2 sinus 2x C variantı 2-yə, 6 vur 2x üstəgəl 1-in kvadratı D variantı 3-ə. Teoremələr almalıyıq. Yenə də. 118. Birinci. Tangensin teoreməsi cədvələ görə 1 bölünsün kosinus kvadratı x idi. Tangens x-də. Bizə x-in yerində 4x dayanıbdır deyə, burada teorem işarəsi də qoyaq. 4x-dən teoremi alıb vurmalısınız. 4x-in teoreməsi 4-dür. 4-ü 1-ə vuranda 4 bölünsün kosinus kvadratı 4x alırıq. 4 bölünsün kosinus kvadratı 4x C variantı 1-ə. 2. Sinus 4x'in teoreməsi. Sinus x'in teoreməsi kosinus x idi. Burada 4x deyə biz də 4x yazırıq. Və bir də bu 4x'in teoreməsinə vurulmalıdır. Mürəkkəb funksiyadır. 4x'in teoreməsi x'in teoreməsi 1 olduğuna görə 1-i 4-ə vururuq 4. Həmin 4-ə əmsalda yazın uşaqlar. 4 vurulsun kosinus 4x. A variantı 2-yə uyğundur. 3-ə baxırıq. Kotangens 4x'in teoreməsi. Kotangens x'in teoreməsi mənfi 1 böl sinus kvadratı x idi. Burada 4x deyə biz də 4x yazmalıyıq. Bir də bu 4x'in teoreməsinə vurulmalıdır. 4x'in teoreməsi 4 olduğu üçün mənfi 1-ə vurulur sürətdə mənfi 4 sinus kvadratı 4x. Cavab D variantı. Bircə dəqiqə D ilə Y-nin nə fərqi var? Mən baxıram, fərqi görə bilmirəm. D müsbətdir. D müsbətdir, Y mənfi. Mənfi olanı götürürük. Y variantı. 119-la davam edirik. Deməli, tangensi 3x-dən teoremi alırıq. Tangensi x funksiyasının teoreməsi 1 böl kosinus kvadratı x idi. Ona görə 1 böl kosinus kvadratı 3x yazıb. Bir də vurmalıyam 3x-in teoreməsinə. 3x-in teoreməsi olur 3. Onda sən bunu yaza bilərsən. 3 bölünsün kosinus kvadratı 3x. O da eləyəcək D variantı. Keçirəm 2. Kosinus 3x-dən teorema almalıyam. Deməli, kosinusun teoreməsi cədvəldə mənfi sinus idi. Bir də 3x-in teoreməsinə vurmalıyam. 3x-in teoreməsi olacaq 3. O 3 qarşıya keçəndə olur mənfi 3 sinus 3x. Sonra üçüncüyə baxıram. Kotangens 3x-in teoreməsi. Kotangensin teoreməsi mənfi 1 böl sinus kvadratı x idi. Deməli, burada da x-in yerində 3x deyə 3x yazmalıyam. 3x-in teoreməsinə vurmalıyım. 3x-in teoreməsi 3-dür. 3-ü mənfi 1-ə vuranda mənfi 3 böl sinus kvadratı 3x. O da olacaq C variantı. Keçək 120-yə. 120. Birincinin teoreməsini yazırıq.
F törəmə x bərabərdir. Uşaqlar, x kvadratının törəməsi 2x. 6x'in törəməsi, x'in törəməsi 1'dir. 6'ya vuranda 6. 2'nin törəməsi də 0. İndi ikincini yazıram. X kubunun törəməsi 3. Gəlin belə yazaq da. F törəmi x bərabərdir. X kubunun törəməsi 3 qarşıya keçir. Üst bir dənə azalır. 3 üstü x'in törəməsi 3 üstü x elin 3. Üçüncü funksiyaya baxıram. 2 vurulsun. Sinus x'in törəməsi olur kosinus x. Üstə gəl 5 vur x'in törəməsi 1. 1 yazmıram. İndi bizə bunların sıfırdakı qiymətlər lazımdır. Birincinin sıfırdakı qiymətinə baxırıq. 2 vur 0 üstə gəl 6 bərabərdir 6. Bir də birdəki qiymətlərini hesablayacağım uşaqlar. Həm sıfırdakı, həm birdəki qiymətin birbaşa hesablayayım hamısında. 2 vur 1 üstə gəl 6 bərabərdir 8. Deməli sıfırdakı qiyməti 6, birdəki qiyməti 8. A və D variantı getdi 1'ə. İndi bunun sıfırdakı qiymətinə baxırıq ikincinin. 3 vur 0'ın kvadratı üstə gəl 3 üstü 0 elin 3. 0'ın kvadratı 0 3'ə vurdun 0. 3 üstü 0 1'i verir. 1'i də elin 3'ə vuranda elin 3. Deməli C variantı 2'yə uyğundur. Bir də F'in törəməsini bir də hesablayaq. Bəlkə bu da uyğun oldu. F'in törəməsi 1'də. 3 vurulsun 1'in kvadratı üstə gəl 3 üstü 1 vur elin 3. Bu edir 3 üstə gəl 3 elin 3. Yəni Y variantı uyğun gəlməyəcək buna. Elinlə olan bir bu idi. O da uyğun gəlmir. Sonuncusunun törəməsini 0'da hesablayırıq və B variantını yoxlayırıq. Görək ödəyəcək yoxsa yox. Kosinus 0'da alır 1. 1'i 2'yə vuranda 2. Üstünə də 5 gələndə 7. Bəli, B variantı da 3'ə uyğundur. Keçirik 121'ə. Deməli, birinci. F'in törəməsi x'ə baxırıq. 3 vur. Kosinus x'in törəməsi mənfi sinus x. Uşaqlar, mənfini atdım qabağa yazıram sinus x. 7 x'in törəməsi 7 əmsaldır. X'in törəməsi 1. O 1'də yazmıram. 2'yə baxırıq. F törəmə x bərabərdir. X kubunun törəməsi 3x kvadratı. 2x'in törəməsi 2'ni yazıb x'dən törəmə alındı. X'in törəməsi 1'dir. 1'i yazmazlar. 11 sərbəst əddi törəməsi 0'dır. Yazmıram. Üçüncüyə baxırıq. X kvadratının törəməsi 2 qarşıya keçir. Qüvvət bir dənə azalır. 2 üstü x də a üstü x kimi hesablanır. 2 üstü x vurulsun elin 2. İndi bizə lazımdır bunların sıfırdakı törəmələrin və birdəki qiymətləri. Birincinin sıfırdakı qiymətinə baxaq. Sinus 0'da alır 0. 0'ı 3'ə vuranda 0. Üstünə 7 gələndə 7. Deməli, D variantı 1'ində. Törəməsin birdəki qiymətini hesablayıq. Mənfi 3 sinus 1 üstə gəl 7. Uşaqlar, sinus 1'in qiyməti 1 deyəndə orada 57 dərəcə nəzərdə tutulur. Biz bilmirik neçədir. Ona görə bu irrasional bir ədəd olacaq. Bunun qiyməti yoxdur oralarda, yazmıram. Sonra ikinciyə baxıram. F'in törəməsinin qiyməti 0'da. 3 vurulsun 0'ın kvadratı üstə gəl 2 olacaq 2. F'in törəməsinin 1'də qiymətinə baxırıq. 3 vur 1'in kvadratı üstə gəl 2 bərabərdir 5. Sonra F'in törəməsinin bu 2 ilə 5 şansına uyğundur. C və B. Üçüncüsünə 0'da qiymətini hesablayıram. F'in törəməsini 2 vur 0 üstə gəl. 2 üstü 0 vurulsun elin 2. 2'ni 0'a vurdum 0. 2 üstü 0 1. 1'i elin 2'ye vurdum 2. Elin 2. Deməli Y variantı buna uyğundur. Nə qaldı yoxlamadığımız? Bir də F'in törəməsinin birdəki qiymətinə baxaq. 2 vur 1 üstə gəl. 2 üstü 1 elin 2. Bu olacaq 2 üstə gəl 2 elin 2. Belə də qalır. Yəni uşaqlar bu 4 elin 2'ni verməz. Cavab A variantı heç nəyə uyğun deyil. Və keçirik 122-ci suala. Deməli, törəmələrini tapmalıyıq. F törəmə x bərabərdir. Uşaqlar, mən burada 1 bölünsün loqaritma 2 əsasdan yerinə ayrı yazıram. Vurulsun. Çünki bu
ədəddir də, əmsaldır. Bunun sürətində 1 var. Baxın, sürətində 1 var. Bu sizə bir dənə ədədi bildirir. Necə ki, siz əmsalı saxlayıb yanındakından törəmə alırdınız, siz bunun yanındakından, yəni x olan hissəsindən törəmə almalısınız. Loqaritmanın da törəməsi nəyə bərabərdir loqaritma a əsasdan x-in törəməsi? 1 bölünsün x ln a məxrəcdə. İndi mən yazmalıyam, vurulsun 1 bölünsün x ln 2. Bu loqaritma 2 əsasdan y, sürətə qalxanda y əsasdan 2 edir. Y əsasdan 2 elə ln 2 deməkdir. Y əsasını biz yazmırıq axı. Yəni bunlar ixtisar edir. Yekun cavabımız 1 bölü x. B variantı 1-ə uyğundur. İkinciyə baxırıq. Yəni, baxın, bunu gəlin sürətə qaldıraq da. 2 əsasından 10, sürətə qalxır, olur loqaritma 10 əsasından 2. Ədəddir. O ədədlə işiniz yoxdur. Yəni, törəmə alanda siz törəməni almalısınız tərkibində x olan yerdən. Onun da törəməsinin loqaritma a əsasdan x-ə görə belə yazmalısınız da 1 bölünsün x ln 2. ln 2. Oy. Bu 2-dir ha uşaqlar. Bunu səhvən belə yazdım. 10 əsasından 2. Və ln 2 bərabərdir. Bunu biraz sadələşdirib yazacağıq yəqin. Deməli uşaqlar bunu sadələşdirib necə yazaq? Necə yazaq? Qoy bir dənə cavablara baxım ki, mənə ipucu olsun cavablar. 2 əsasdan gərək bunu yuxarıya qaldırmazdıq. Eybi yox, 1 bölü x-i yazıram olduğu kimi. Vurulsun, ln 2-yi yuxarıya qaldırıram. Olur loqaritma 2 əsasdan y. ln 2 normalda y əsasdan 2 deməkdir. Yuxarıya qalxanda 2 əsasdan y olur. İndi 1 bölü x-i yazıram mən. Bax, loqaritmlərdə belə bir xasiyyət var ki, bunları mən yan-yana yazıram. Bunlar bir-birini aparır. Qalır 1 bölünsün x loqaritma 10 əsasından y. İndi 10 əsasından y cavabım bu formada saxlamayıb. Bu formada yazmayıbsa mən bundan dəyişiklik eləməliyəm. O y əsası düşürməliyəm aşağı, olur loqaritma y-dən 10. Y-dən 10 da ln y deməkdir. ln 10 deməkdir. Y-ni yazmırlar, ln yazırlar. Cavab y. Bu, əvvəlcədən bunu yuxarıya qaldırmamış da həll eləyə bilərdiniz uşaqlar. Deməli, y variantı uyğundur 2-yə. Keçik üçüncüsünə. Deməli, 2 üstü x vurulsun loqaritma 2 əsasdan y-dən törəmə almalıyam. 2 əsasdan y, əvvəldə yazıram bunu. Ədəddir, bundan işim yoxdur. Mən törəmə alanda tərkibində x olan ifadədən törəmə alacağım. Bu da a üstü x-in törəməsi ilə gedir. A üstü x ln a-ya bərabər idi cavabı. İndi bu da 2 üstü x vurulsun ln 2-yə. Baxaq da görək bunu necə yazacağıq. 2 üstü x ln 2. Uşaqlar, loqaritma 2 əsasdan y. Bu isə ln 2. Y əsasdan 2. Bir-birinin tərsidir. Tərs ədədlər bir-birinə vurulanda biri verər. Biri də 2 üstü x-ə vuranda 2 üstü x. Cavab D variantı. Keçik 123-ə. Bax, burada da bu loqaritma 3 əsasdan y ədəddir. Ədəd kimi saxlayırsınız onu. Onunla işiniz yoxdur. Yuxarıya qaldıra da bilərsiniz. Cavabların verilmə formasından asılıdır. Yəni, götürüb bunu məxrəcin törəməsi kimi almırsınız. Kəsrin törəməsi kimi almırsınız. Uşaqlar, bu ədəddir. Ədədlə işiniz yoxdur. Çünki onun tərkibində x yoxdur. Siz törəmə alanda tərkibində x olan yerdən törəmə almalısınız. Loqaritma 3 əsasdan x-in törəməsi olacaq 1 bölünsün x vurulsun ln 3. 1 bölünsün x vurulsun ln 3. Ln y əsasından 3 deməkdir də. Bir də məxrəcdə də bu var. Bunu təzdən yazıram. Y, 3 əsasdan y. Uşaqlar, bunlar bir-birinin tərsidir. Tərs ədədlərin hasili 1 olacaq.
Onda cavab qalacaq 1 bölü x. Keçirəm ikinciyə. Ya birincinin cavabı C. 2. Loqaritma 3 əsasdan x bölünsün loqaritma 3 əsasdan 10. Əslində bunu sadələşdirib daha qəşəng gedə bilərik. Bax, bu ağlıma gəlməyib bayaqdan. Gəlin bunu sadələşdirək. Loqaritmlərdə bir əsasdan başqa əsasa keçmə düsturuna görə uşaqlar, siz bunu sadələşdirib 3-lərə atıb loqaritma 10 əsasdan x yaza bilərsiniz. Onda bundan da teoremi alanda görürsən, yuxarıdakında bu ağlıma gəlmədi. Bu yöntəmlə yuxarıdakıları da hesablaya bilərsiniz. Görürsünüz, bir sualın bir neçə üsulu var uşaqlar. X-i aşağı salırsınız, yazırsınız, eləyin 10. Və salam, belə daha rahat alınır, gördük. 3-ə baxaq. 3 üstü x vurulsun loqaritma 3 əsasdan y-dən teoremi alırıq. Loqaritma 3 əsasdan y-lə işimiz yoxdur, o ədəddir. Əmsalda belə deyək. 3 üstü x-dən teoremi alanda a üstü x-in teoremə düsturuna görə 3 üstü x elən 3 olacaq. Elən 3 y əsasdan 3 deməkdir. 3 əsasdan y ilə y əsasdan 3. Tərs ədədlərdə hasili 1-dir. 3 üstü x-ə vurursunuz 3 üstü x. 124 qarışıq görünür. Yeni sualdır bu. Uşaqlar, hissə mərhələ gedəcəyik. Baxın, birinci gəlin f, c, x funksiyasını tapaq. Yəni, f, c, x-də o demək istəyir ki, gəlin f-x'i, c-x'i də yazın burada. Rahat olsun mənə də, sizə də. Demək istəyir ki, f funksiyasına bax, x-lərin yerinə c-x'in qiymətini qoy. Yəni, kosinus x yazma, x-in yerinə götür c-x'in qiymətini yaz. 2x. İndi c f-x'ə baxaq. Burada da demək istəyir ki, c funksiyasına bax, x-lərin yerinə f-x'in qiymətini qoy. C funksiyasında x-in yerinə götürüb f-x'in qiymətini qoyuruq. Kosinus x və s. İndi bizə deyir ki, f, c, x-dən teoremi al. Yuxarıda kosinus 2x f teoremə cx. Gəlin burada səliqəli yazaq. F teoremə cx bərabərdir kosinus 2x-in teoreməsi. Kosinusun teoreməsi mənfi sinusdur. Bucağı dəyişmə ixtiyarımız yoxdur. Bir də əlavə olaraq 2x-in teoreməsinə vurmalıyıq. 2x-in teoreməsi 2-dir və onu da əmsal kimi qarşıda yazarlar. Mənfi 2 sinus 2x. İndi c teoremi f(x) tapılmalıdır. Çünki c f(x)'in teoreməsini tap deyirsə, bu c teoremi f(x) deməkdir. Yəni 2 kosinus x-in teoreməsi. Uşaqlar, bu yazı sizi çaşdırırsa, siz bunu, yəni bu, baxın, bundan eyni yazıdır. Teoreməni orada qoya bilərsiniz, burada qoya bilərsiniz. Fərq etməz. Eyni zamanda aşağıdakı yazı, oradakı yazı ilə eyni görünmürsə, siz bunu mötərizəyə teoreməni belə yaza bilərsiniz. 2 olduğu kimi kosinus x-in teoreməsi mənfi sinus x-dir. İndi bizə deyir ki, bunları bir-birinə böl. Yəni, bunun nəticəsinə böl. Mənfi 2 sinus 2x bölünsün 2 vur mənfi sinus x. Sinus 2x-in açılışı yadımızdadır yəqin. Uşaqlar, bu ikilər gedir, mənfilər də gedir. Yekunda sinus 2x böl sinus x qalır. Sinus 2x-in açılışı 2 sinus x kosinus x idi. Sinus 2 alfanın düsturuna əsasən. Burada da ixtisarlarımız və yekun cavab 2 kosinus x. 124'ün cevabı 2 kosinus x oldu. 125'e baxaq. 125'də deyir ki, funksiyasının teoreməsinin qiyməti 31'ə bərabərdir. Funksiyanın teoreməsinin qiyməti. Deməli, teoremi alırıq. Qüvvət var. 3 qarşıya keçir. Olur 2x çıxılsın 1'in kvadratı. Bir də bu 2x çıxılsın 1'in özündən teoremi almalısınız. 2x çıx 1'in özünün teoreməsi. Üstəgəl 7 əmsaldır. X-in teoreməsi 1. Bunun cavabı olmalıdır 31.
3 vurulsun. 2x çıxılsın 1-in kvadratı vur. 2x çıx 1-in törəməsi 2. 31-dən 7 çıxanda 24. Bax 3-ü 2-yə vuranda 6, 24 ilə ixtisar gedəndə sağda 4 qalır. Onda 2x çıx 1-in kvadratı bərabərdir 4. Kvadratı 4-ə bərabər olan 2 dənə ədəd var. Bu ya 2-dir, ya da -2. Onda 2x bərabər 3-dən x-imizi 1/5 tapırıq. Sağ tərəfdə isə x-i tapırıq -0,5. X-in hansı müsbət qiymətində soruşurdu? 1,5 olduqda. Keçik 126-ya. Deyir, teoremənin qiyməti nəyə bərabərdir? 49-a. Teoremə alırıq. 3 qarşıya keçirik ilk öncə. Olur 2x çıxılsın 1-in kvadratı. Bir də bu içəridəki 3x çıxılsın 1-dən teoremə alınıb vurulmalıdır. 2x çıx 1-in teoreməsi. Çıx 5 əmsaldır. X-dən teoremə arz 1. Bunun cavabı 49. 3 vurulsun 2x çıx 1-in kvadratı vur. 2x çıx 1-in teoreməsi 2. 5 sağa keçir 49-dan toplanır olur 54. 2-ni 3-ə vuranda 6, 54 ilə ixtisar aparsam 9. Deməli 2x çıx 1-in kvadratı 9-dur. Uşaqlar, kvadratı 9 edən 2 dənə ədəd var. Ya 3 ya da -3. Birinci tərəfdə 2x 4 olur. X bərabərdir 2. Müsbət qiymətini soruşsa cavab olaraq 2-ni götürürük. İkinci tərəfdə x mənfidir. Bunu soruşmayıb bizdən. Cavab 2. 127 ilə davam edirik. Funksiyanın teoreməsini alırıq. Ln x-in teorəməsi 1/x-dir. Burada da ln bu ifadə var. Teorəməsini yazanda uşaqlar bu içəriyə bölürük. 1 bölünsün. A çıxılsın 2 vurulsun x. Bir də həmin o a çıx 2 vur x-dən teoremə alıb vurmalıyıq ifadəyə. Çıx 4 olduğu kimi saxlayırıq. X kvadratından teoremə alırıq. 3a əmsaldır saxlayırıq. X-dən teoremə alırıq. X-in teorəməsi 1-dir. 4-ün teorəməsi 0-dır yazmırıq. İndi 1 bölünsün a çıx 2 vur x. Vurulsun a çıxılsın 2 vurulsun x-dən teoremə alanda a çıx 2 əmsaldır. Yazırsınız olduğu kimi x-dən teoremə alırsınız 1-dir. Çıx 8 x üstə gəl 3a. Bir balaca da sadələşdirsək yekun ifadəmiz belə bir ifadə olur. Bizə deyir ki, teoremədə x-in yerinə 4/1 yaz, cavabı 11-ə bərabər et. X-in yerinə 4/1 yazanda 1-i 4/1-ə böləndə 4. 8-i 4/1-ə vuranda 2. Üstünə 3a gələndə cavab eləməlidir 11. Bu etdi 2. Sağ tərəfə keçirdim 11-dən 2-ni çıxsan 9. A da bərabər 3. Keçir 128-ə. Eyni cür gedəcək uşaqlar. 128-ci sualla davam edirik uşaqlar. Deməli, funksiyanın teoreməsini tapanda ln funksiyanın teoreməsi ln x-də 1/x idi. Biz yazmalıyıq 1/. Deməli, ln-in içərisində nə dayanıbsa hamısı. 1/2a üstə gəl 3 vurulsun x. Bir də uşaqlar bu hissənin teoreməsini yenidən alıb vurmalıyıq. Yəni, o hissədə əmsalı 2a üstə gəl 3 vurulsun x. Bunun teoreməsini alırsa x-in teorəməsi 1-dir. Deməli, əmsal qalacaq yalnız. X-in teorəməsi 1-dir. 6 vurulsun x kvadratın teorəməsi 2x. Çıx 4a vur x-in teorəməsi 1, 7-in teorəməsi 0. Bir balaca sadələşdirsək 1/x üstə gəl 12x çıx 4a. Bizə deyir ki, teoremədə x-in yerinə 1/6 yaz, cavab -8 olsun. X-in yerinə 1/6 yazanda 1/6'nın tərsi 6, üstə gəl 1/6'nı 12'yə vuranda 2 çıxılsın 4a bərabər -8. 8 sağ tərəfə keçəndə -16 edir. -4a əgər -16-dırsa a cavab olur 4. Keçək 129-a. Deyir, teoremənin 7 pi böl 12-də qiyməti 4-dür. 3 pi bölünsün 4-də də qiyməti 2-dir və a böl b-ni tapın. Baxaq. Cəm funksiyanın teoreməsidir. Cəmin teoreməsini tapanda teoremələr cəmi hesablanır. Yəni a sinus 4x-in teoreməsi ilə
B kosinus 2x-in törəmələri cəmi. A ədəddir, yəni əmsalda onun törəməsi alınmır. A-nı saxlayıb yanındakı funksiyadan törəmə almalısınız. Sinus 4x-in törəməsi kosinus 4x. Bir də əlavə olaraq 4x-in törəməsinə vurulmalı. 4x-in törəməsi 4. B əmsalda saxlanılır. Yanındakı ifadədən törəmə alırsınız. Kosinusun törəməsi olur mənfi sinus. Bucağı olduğu kimi yazırsınız. Vurulsun. Bir də bu 2x-dən törəmə almalısınız. O da 2. Biraz səliqəli yazsaq 4'ü A'ya vurub qarşıda yazırıq 4A kosinus 4x. Bu 2'ni də B'ye vursanız sol tərəfdə. B'ye vursanız və mənfiyə də vursanız mənfi 2B sinus 2x. İndi bizə deyir bu törəmədə x'in yerinə 7 pi böl 12 yaz. Onda olacaq 4A vurulsun kosinus 4 vurulsun 7 pi böl 12 çıx 2b sinus 2 vurulsun 7 pi böl 12 bunun cevabı olsun 4. Sonra deyir törəmədə x'in yerinə 3 pi böl 4 yaz. Kosinus 4 vur. Yenə həmin bu ifadədə yazırıq yerinə uşaqlar. X'in yerinə 3 pi böl 4. Çıxılsın 2b vurulsun sinus 2 vur 3 pi böl 4. Bunda cevap deyir 2'ye bərabərdir. 4a vurulsun bunlar gedir. Kosinus 3 pi. Çıxılsın 2b vurulsun. Bunlar ixtisar gedəndə sinus 3 pi böl 2 bərabərdir 2'ye. Demək biz hansını da qaldıq, hansını yazardım? Mən ikincini sadələşdirdim, birinci qaldı. Bax, bunlar 2 dənədir. İkincini sadələşdirdim, gəlin birincini də sadələşdirim. 4a vur. 4 ilə 12 ixtisar gedir, kosinus 7 pi böl 3 qalır. Çıx 2b vur. 2 ilə 12 ixtisar gedir, sinus 7 pi böl 6 bərabərdir 4. İndi uşaqlar, mən bunları dərəcəyə çevirəcəyim ki, daha yaxşı başa düşəsiz. 4a vurulsun kosinus, baxın 7 pi bölünsün 3 pi 180'dir. 3'e bölürsünüz 60, 60'ı 7'ye vuranda 420. 420 dərəcə deyirsə, 420 dərəcədə tam çevirəni atmalısınız. 360'a atırsınız. 420'dən 360 çıxanda onun mənası 60 dərəcə deməkdir. Tam çevrələri həmişə atın. 7 pi bölünsün 6 pi 180'de 6'ya böləndə 30, 7'ye vuranda 210 dərəcə. 4a vurulsun kosinus, baxın bu 540 edir 3 dənə pi'dir də. 360 atanda qalır kosinus 180 dərəcə. Dərəcəyə çevirirəm ki sizə rahat olsun, bilmirəm. Ümid edirəm rahat olacaq. 3 pi böl 2 də 270 dərəcədir. İndi bunların qiymətlərini yazmalıyıq və çevirmə düsturu tətbiq etməliyik. 4a olduğu kimi kosinus 60'da alır 2'də 1. Çıxılsın 2b vur. Sinus 120'nin cevabını hesablayacağıq. Sinus 120'də 120'ni siz 180 üstəgəl 30 kimi düşünsəniz. Gəlin bunu qıraqda yazaq da uşaqlar. Orada hamısı qarışmasın. Baxın. Bunu sağda saxlayıram. Sinus 120. 210 daha doğrusu. 210'un yerine 180 üstəgəl 30 düşünürəm. 180'i atanda ad dəyişməz. Çünki 90'ın cüt mislidir. Amma 3-cü rübün bucağı olduğu üçün işarə dəyişər, sinus mənfidir çünki. Demək sinus 30'da 2'də 1 alır, qarşısında da mənfi, yerinə mənfi 2'də 1 yazacaqsınız. Keçirəm aşağıya 4a olduğu kimi kosinus 180'də alır mənfi 1. Çıx 2b sinus 270'də də mənfi 1. Bu rahat oldu burada. Çevirməyə getmədik. Onda olur 2a ixtisar edəndə üstəgəl b bərabərdir 4. Aşağıdakına baxsam mənfi 4a üstəgəl 2b bərabərdir 2. Bu sistemi necə həll edərdiniz? Yuxarını 2'ye vura bilərsiniz.
Ya da aşağını 2'yə bölə bilərsiniz. Yuxarını 2'yə vururam. 4a üstə gəl 2b bərabərdir 8. Mənfi 4a üstə gəl 2b ikinci tənliyi olduğu kimi yazırıq. Tərəf-tərəfə toplayıram. 4b bərabərdir 10. B bərabər 2,5. Yorucu sualdır, məni yordu sual. B 2,5 isə yerinə qoyub A-nı tapa bilərik. Məsələn, hardan tapaq, harda qoyaq yerinə? Burada yazıram. 4a üstə gəl, B-nin yeni 2,5 qoyanda 2-ni 2,5'ə vuranda 5 bərabər 8. Onda olacaq 4a bərabərdir 3, a bərabər 4'də 3. Bizə deyir ki, a-nı b-yə böl. A 4'də 3'dür, 4'də 3'ü bölməliyim 2,5'ə. Yəni 4'də 3'ü vurmalıyam. 2,5 10'da 25 deməkdir uşaqlar. 25'də 10'a vurmalıyam. 10 da cavabı eləyəcək. O %30'dur. 10'da 3 yaza bilərik. Yekun cavabımız 10'da 3. Misal dastandır. Yəni sizdə yoracaq, məndə yordu, normaldır. Yorması normaldır. Sual özü normal deyil. Və qaldı son 2 sualımız nəhayət ki. 130'a baxırıq. Deməli, teorəmədə pi bölü 4 yazanda x-in yerinə cavab 5 alınır. İndi baxaq. Teorəmə a ln sinus x. Uşaqlar, bu cəm olduğu üçün cəmin teorəməsi teorəmələr cəm olacaq. ln kosinus x. Burada kosinus x-i niyə mötərizə yazıb ki? Yazmağa ehtiyacı yoxdur uşaqlar. Bu sinusun və kosinusun mötərizələr yazmaya da bilərsiniz. Zaten ln'in içində yazıldı, o aydın məsələdir. A əmsalda A-dan teorəmə almırsınız, ln'dən teorəmə alınır. ln'in x-in teorəməsi 1 bölü x olduğu üçün yazırsınız 1 bölü sinus x. Bir də bu sinus x-in teorəməsinə vurulmalıdır. Sinus x-in teorəməsi kosinus x-dir. Üstə gəl B olduğu kimi saxlanılır. ln x-in teorəməsi 1 bölü x olduğu üçün burada da 1 bölü kosinus x yazırıq. Bir də bu içərinin teorəməsinə vurulmalıdır. İçərinin teorəməsi mənfi sinus x-dir. Deməli, bu da bərabər olur. A vurulsun uşaqlar. Kosinusu sinusa bölmək kotangens deməkdir. Kotangens x. Bu mənfi qarşıya keçir olur. Mənfi B vurulsun. Sinusu kosinusa bölmək. Bunlar ikisi bir yerdə sinus böl kosinus. Tangens verir. Tangens x. Biz bitirdik teorəməni. İndi bizə deyir ki, teorəmədə x-in yerinə pi böl 4 yaz. Onda a vurulsun kotangens. Pi böl 4 45 dərəcədir. Dərəcə ilə istəyirsiniz yazın. Cədvəldəki qiymətə uyğun olaraq. Bunun cavabı deyir ki, 5'dir. Kotangens 45'də 1 alır. Tangens də 45'də 1 alır. Bunda nə alırıq biz? A çıxılsın B bərabərdir 5. Zaten bizdən də bunu soruşmuşdu. Bu biraz daha qəşəng oldu yuxarıdakına nisbət. 131-ci suala baxırıq. Teorəmə deyir, cəm funksiyadır. Baxın, bu. Cəmin teorəməsi teorəmələr cəmidir. Yazmalıyıq 5 kosinus kvadratı 3x çıx 2'nin teorəməsi. Üstə gəl kx-in teorəməsi, çıx 19'un teorəməsi. Baxaq. 5 əmsaldır. Əmsalla işin yoxdur. Kosinusda ilk öncə dərəcə var. Dərəcəni keçirtməlisən qabağa. Üstü bir vahid azaltmalısan. Birinci mərhələ bu. Nəyin dərəcəsidir? Kosinus funksiyasının dərəcəsidir. İndi kosinusdan teorəmə alırsan. Kosinusun teorəməsi nədir? Mənfi sinus. Bucaqla işin yoxdur. Olduğu kimi. Bir də kosinusun içində x deyil də fərqli bir ifadə var. 3x çıxılsın 2. Bunun teorəməsini almalısan. 3x çıx 2'nin də teorəməsi 3. Görürsünüz uşaqlar. Dərəcə keçdi qabağa. Kosinusdan teorəmə aldınız. Sonra da içindən teorəmə aldınız. Mürəkkəblik çünki 2 dənə yerdədir. Sonra burada kx-in teorəməsi k əmsaldır. X-in teorəməsi 1'dir deyə k vur 1. Çıx 19'un teorəməsi 0. Bunu biraz sadələşdirəcəm uşaqlar. Bərabərdir. 3'ü 5'ə vururam. Bir də mənfini buradan götürürəm. Vururam qarşıya. Olur mənfi 10. Vurulsun 2.
Kosinus 3x çıx 2 vur sinus 3x çıx 2. Əslində bunun nə olduğunu artıq gördünüz. Sadəcə mən yazıram ki, bu qarışıqlıq olmasın, hamıya tam aydın olsun. Baxın, bu hissə bizə nə verir? 2 kosinus alfa, sinus alfa. Sinus 2 alfanın açılışın. Yəni, sinus 3x çıx 2-ni vuranda 2-yə 6x çıx 4 üstəgəl k. İfadənin ən böyük qiyməti 22-dir. Deməli, ifadə sinusun qiymətinə baxsanız, siz sinusun qiymətləri -1-dən 1-ə qədərdir. Sinusun yerinə siz ümumi bir ifadəni götürüb, ümumi ifadəni götürürsünüz. Yerinə bir dəfə -10 yazırsınız, -1 yazırsınız. Onda olacaq 10'u, -10'u. Gəlin aşağıda yazın. -10'u bir dəfə vurursunuz -1'ə, üstünə k gəlirsiniz. Bu edir 10 üstəgəl k. Bir dəfə də -10'u 1'ə vurursunuz. Üzərinə gəlirsiniz k. Bu da eləyəcək -10 üstəgəl k. Bunun qiymətləri -10 üstəgəl k ilə müsbət 10 üstəgəl k parçasında dəyişir. Gördüyünüz kimi ifadənin ən böyük qiyməti 10 üstəgəl k-dır. Bunun cavabı 22-dirsə k 12-yə bərabərdir. Böyle bir ifadə. Uşaqlar, onun törəməsi biraz çətindir. Orada biraz diqqətli olaq. Deməli, birinci dərəcəni aşağı salırsınız. Haradasa səhv yazmadım mən nəyəsə. 5'i 3'ə vurub 10 yazmışam. Baxın yuxarıda. 5'i 3'ə vurub 10 yazmışam. 5'i 3'ə vuranda 15. Bunların hamısını 15 eləyək. Bir də silmirəm uşaqlar, videonu dayandırmıram. Ona həqiqətən səbrim çatmır dayandırıb təzədən çəkməyə. Ona görə burada düzəldəcəm. 5'i 3'ə vurdunuz, burada 15. Baxın. Bunlar 15. İndi 15'i bir dəfə -1'ə, bir dəfə də müsbət 1'ə vurdunuz. Onda alırsınız 15 üstəgəl k, bir də -15 üstəgəl k. Oldu qəşəng, çiçək kimi. Ən böyük qiymət 15 üstəgəl k-dır. 22'yə bərabərsə, deməli k 7'dir. Belə. Deməli, növbəti bölməmiz törəmənin həndəsi mənası olacaq, toxunanın tənliyi olacaq. Hələlik.